bir valideyn kimi tərəfdarıyam ki, mənəviyyat tədris olunsun, aşılansın istəyərəm və məndə sual yaranır. Necəsə mənə düzgün aşılamayıblar ki, mən dindən hal-hazırda qorxuram. Çünki istəmərəm məktəbdə ibadəti zəruriyyət şəklində aşılasınlar. İstəyirəm o onun seçimi olsun. Belə bir sual yaranır. İbadətsiz din varmı? Yalnız mənəviyyatla. Bu mümkündürmü? Varsa biz bunu niyə etmirik? Yoxsa biz bundan niyə qorxuruq? Əvvəla məktəbdə yox, dünyanın heç yerində, dinin özündə də ibadət məcburiyyəti yoxdur ki. Heç bir dinsən, məcburunsan, mütləq namaz qılmalısan. Elə şey yoxdur. Namaz qılacaqsan öz səadətindir. Amma bizə təhsil nədir? Məcburidir. O bizə pis təsir eləmir. 6-7 yaşında uşaq daha zulm verə-verə bunu səhər tezdəndən dururlar. Halbuki dində heç elə bir şey məcburun, mütləq namaz qılmalısan, bir şey yoxdur axı. Namaz qılmaq Allah vacib buyurub. Məcbur başqa şeydir, vacib başqa şeydir. Fərqli şeylərdir. Dində xeyrul əməldə heç kimi məcbur eləyə bilməz. Məcburiyyət yoxdur. Sadəcə olaraq mən sənə yaxşı işi göstərirəm, pis işi göstərirəm. Evdə də elə etmirik biz uşaqlara. Yaxşı işi göstəririk əvvəl. Bu yaxşıdır. Gözün eləmir. Burada uşağı öz başına qoysan eləməyəcək də. Arada bir təpinirsən ki, elə günəndə bunu. Az da olsa bir nəsə göstərirsən, güc göstərirsən. Amma qaydasında da o gücdə bir şiddət yoxdur. Orada bir sevgi var. Uşaq qışqırda peyvənd vurmurlar. Nə üçündür? Məcburdur bu, vacibdir bu. Nədir bu? Bunun adını nə qoyaq? Amma qışqırda vurursan, bunun yaxşılığına xatir vurursan da. Bu da elə bir şeydir. Heç kəs özü məktəbdə ümumiyyətlə elə şey alınan şeydir ki, mütləq ibadət eləməlisən. O ki qaldı, ibadət olmalıdır dində. İnsan mənəviyyatlı insandırsa, bayaq siz dediniz, binanın təməli kimidir. Bu mənəviyyatlı olmaq, insanın yaxşı insan olması onun evinin özüdür. Amma evin yuxarıya doğru qalxması üçün ibadət lazımdır. Allahla təmas lazımdır. Təmas da cürbəcürdür. Adam var meditasiya eləyir, adam var nə bilim namaz qılır, adam var. Eynidir axund.